السلام عليكم يا أهل الدار قوم المؤمنين. الحمد لله رب العالمين. صراط المستقيم Devam et. Devam et. Allah kabul etsin. Selamünaleyküm ya şuhadat fi sebilillah. Selamünaleyküm ya ahli dardar kavmin mu'minin. İnne inşaallah tiha bismillah. Maalesef. Ehdinas sıratal müstakim sıratal lezîne. Allah rahmet eylesin. أعوذ بالله من الشيطان كيدهم في تضليل بحجارة من سجيل صدق الله العظيم. Elhamdülillah Rabbil alemin vel âkıbetu lil muttaqin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve tebebil kulubina ve şefi zunubina. İnneke entes semî'ul alim. Ve tub ileyna ya Mevlana inneke entet tevvâbur rahim. Vahdina ve vaffikna ilel hakki ve la tarikil müstakîm ve affu anna. Veğfir lana verhamete ve lensurna alel kavmil kâfirin. Veylih vel mu'minin vel mu'minat vel müslimin vel müslimat el ahya'i minhum vel enbâd. La siyema kusinler جبات رحمتك وعزائم مغفرتك السلامة من كل اسم والغنيمة من كل بر والفوز بالجنة والنجاة من قل هو الله أحد الله Allah rahmet eylesin. Allah rahmet eylesin. Çok sağ olun. Hürmetli tedbir iştirakçıları, aziz şehit ataları, hürmetli şehit anaları. Biz yine Şamaxı cennet mekan olan, an yerimiz olan, baş ucalımız, baş tacımız olan Şamaxı Şəhidlər Xiyabanındayıq. Elvin balamızın ad gününe yığışmışıq. Elvin balamız ad gününü dünən keçişdi orada. Öz yoldaşlarıyla, öz sirdaşlarıyla, öz kan yoldaşlarıyla, torpağı aldığı yoldaşlarıyla orada keçişdi. Bugün ise onun ruhu burada bizimle beraberdir. Bugün onun ruhu burada bakır. Gelen konaklara, atasına, anasına, əmsinə, qardaşına və s. Ona görə də bu günləri sizin burada olmanıza görə hər birinizə təşəkkür edirəm. Allah Teala hər birinizdən razı olsun. Allah Teala sizi heç bir cemaatlıqdan, ellidən, qohumluqdan, qardaşlardan əsik olmayasınız. Hörmətli cemaat, bu şərəfətdir. Bu şənd, bu şöhrət ki, siz şöhrətlendirirsiniz bu məclislərimizi, bu işlərimizi, bu bağlarımızı. Bağlarımız şöhrətidir Allah'a şükür. Onlara başqa şöhrət ehtiyacları yoxdur. Ona görə də bu günləri biz Elvin balamızın adının deyik. Allah Teala bütün şəhidlərimizə qani qəndi rəhmət eləsin. Yerləri cənnətdə olsun. Beləliklə həmişə olduğu kimi. Yenə də bir xaşım var sizdən ağsaqqallı xaşımdır. Bir dəqiqəlik sükut edək. Bütün şəhidlərimizin xatirəsini yad edək. Sonra isə tədbirimizi davam etdirək. Allah rahmet eylesin. Allah rahmet eylesin. Bugün Elvin balamın sağında anasıdır, solunda atası. Bu adet ənənəyə çevrilib. Teşekkür ederim Nizami rayonunun icra başçısına ve onun bütün işçilerine, Azərbaycan Partiyasının sədr ve onun mavinlerine ki onlar her il burada bizimle birliktedirler. Bugün de bizimle bir yerdedirler. Bugün konaklarımız var. Bakı Nizami rayonunun Azərbaycan Partiyasının sədri mavin ve onun mavini burada bizimle birliktedir. Ve eləcə də Şamaxı rayonunun axundu, hörmətli Hacı Mərhəmmət burada bizimlədir, həmişə olduğu kimi. Bütün şəhid ataları, şəhid anaları bizimlədir ve aynı zamanda onun karşısında Şamaxı rayonunun ağsaqqalı Ağacda babasıdır. Allah Teala her birinizden razı olsun, her birine teşekkür ederim. Hörmətli Səqavət qardaş, buyur bir neçə kəlmə. Hə, xanım buyur, Bahar xanım. Çok sağ olun. Allah hamınızdan razı olsun. Bizim ağsaqqalımız, kundumuz, Allah icra nümayəndələrimiz.
Allah hamımızdan razı olsun. Həqiqətən 6 ildə nə Şamaxı icra nümayəndəsi, nə Nizami heç vaxt bizi tək qoymuyorlar. Allah hamımızdan razı olsun. Bütün şəhidlərimizin yeri cənnət olsun. Nə qədər nə yaşasa da, nə qədər nə ömrümüz keçsə də, bizim şəhidlərimiz hansı gün şəhid olub, o gün bizim üçün həmin gündür. Mən Elvini elə 27 yaşında əbədi xatırlayacağım. Allah yer yüz cənnət eləsin, cəm Amin. şəhidlər. Allah qalan balam. Məqamın ucu olsun bala. Ad günün mübarək Amin. olsun. Teşekkür ederim. Ve aynı zamanda bizimle beraber hemmiş olduğu kimi Agil müəllim benim yanımdadır. Beləliklə, hörmətli Ceyhun müəllim, Səxavət bilirsən də danışan deyil. Buyurun. Çox sağ olun. Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Uzaqdan, yaxından gələn şəhid anaları, şəhid ataları hər biri xoş gəliblər. Allah bütün şəhid valideynlərinə səbir versin. O günlərdən də bu günləri bilirsiz ki, Elvin balamızın cənnətdəki dəyişməyən mövlududur. Onun atasına, anasına, yaxınlarına, əzizlərinə Allahdan səbir diləyirəm. Allah evlad itkisi ağır itkidir. Allah heç bir valideyn evladla sınağa çəkməsin. Amma bizim Elvin balamızın, ümumi bütün şəhidlərimizin dünyasını dəyişməyi biz üçün duruldu. Onların dünyalarını dəyişməyi belə ki, şəhidlərimiz heç vaxt ölmür. Onlar əbədidirlər. Onlar unudulmazdılar. Allah şəhidlərimizin ruhunu şad eləsin. Bu günləri Elvin balamızın timsalında bütün mövlüdə olan şəhidlərimizin Allah şəhadətin mövludun mübarək eləsin. Ailələrinə Allah səbr versin bolluca. Qazilərimiz Allah şəfa versin. Allah bayrağımızı, üç rəngli bayrağımızı həmişə ucalarda dalğalandırsın. Amin. Mən də öz ailəm adından bütün gələnlərə təşəkkür edirəm. Səxavət qardaşım danışmır, amma mən onun adından gələn hər kəsə Allahdan can sağlığı, balların xeyrini görsünlər, xeyirli bərəkətli ömür arzulayırıq ki, bunları onların ailəsinə təsəlli oldu. Çox sağ olun, var olun. Teşekkür ederim. Nəticə görə sağ olun. Dolğun düzgün halal çıxışınız üçün. Səxavət müəllim bu günləri onu vacib bir tədbirə çağırırlar. Ailəsi buradadır. Yoldaşı ilə oğlu buradadır. Fagi müəllim. Fahir müəllim, bəli. Ağustan Fahir müəllim. Cəlal da Bakıda xəstəxanada yatır. Ona görə bizim bizlə birdədir. Və eyni zamanda mən burada olanları qeyd elədim. Göylər kənd icra nümayəndəsinin sədri hörmətli Asım müəllim də buradadır. Çarhan bağışlanır. Sübhan, şəhid atası. Salam aleyküm. Hər vaxtınız xeyir olsun. Allah sizə çıxarır versin. Şəhidimizin mövzudur. Allah mövzudur, mübarək versin. Məhz Elvin kimi şəhidlərimizin sayəsində bu üçrəyli bayrağımız Qarabağda dalğalandı. Bu üçrəyli bayrağımız Azərbaycanın, bütöv Azərbaycanın hər yerində dalğalandı. Şəhidlərimizin sayəsində, döyüşən oğlanlarımızın sayəsində bizim qeyrət tutmamız başımıza qoyuldu. Bilirsiniz ki, 18-ci əsrdə Azərbaycan torpağı qələbə qazanmamışdır, zəfər qazanmamışdır. Məhz bu torpaqda döyüşən oğlanların sayəsində, dövlətimizin qüvvətli olması sayəsində, ən əsasında şəhidlərimizin canı boğazında bu torpaqlarımız alındı. Bizlər düşən bu torpaqları, alınan torpaqları gözəl qoruyub saxlamaq, onun bəhrəsini görmək, Elvin kimi balalarımızın, qardaşlarımızın turşulan qanların həyatımız boyu qorumaq, şəhid valideynlərin daima yanında olmaq, döyüşən oğlanların hörmətini saxlamaq, dövlətimizin, dövlətçiliyimizin həmişə yanında olmaq. Bizim əlimizdən gələn nədir? Bizim əlimizdən gələn döyüşdür, onu da döyüş yollarını keçmişik. O vaxtı bizə şəhidlik nəsib olmadı, gəldi bizim gül balalarımıza nəsib oldu. Bizim yarım çıxışlarımızı Elvin kimi balalarımız tamamladı. Bütöv Azərbaycan yaratdı. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Allah elimizin obamıza zədələ, başsağlığı verirəm. Şəhidimizin valideynlərinə səbir diləyirəm. Bizim əlimizdən gələn ən əsas səbirdir və birlik bərabərdir. Allah səbirimizi sağ eləsin, ziyarətimiz bir daha qəbul olsun. Elvimizin də cənnətdəki dəyişməyən mövcudun mübarək olsun. Çox sağ olun. Teşekkür ederim. Şəhid atası Rıza müəllim buyur.
Sağ Allah balamıza rəhmət eləsin. Onun timsalında bütün Azərbaycan şəhidlərinin hamısına rəhmət eləsin. Elvin haqqında qardaşlar danışdılar. 44 günlük müharibə şəhidlərindən biri Elvin Abbasov. Müharibə çətin bir işdir. Bütün cəbhələrdə. Lakin ən çətin cəbhə Azərbaycanda hamının bildiyi kimi Suqovuşan-Murov, bir də ki Füzuli Cəbrayıl zonası idi. Relyef bunu məcbur eləyir ki, çətin olsun. Füzuli cəbhəsində düzənli idi. Ermənilər 30 il müddətində orada dotlar, zotlar, uzun müddəti ateş nöqtələri, müxtəlif maneələr düzəlmişdilər. Bizim uşaqlarımız asırlıqda gedirdilər. Ona görə də biz orada çoxlu şəhid verdik. Eyni zamanda Murov Suqovuşanda ermənilər dağın üstündə idi. Bizimkilər aşağıdan gəldiyinə görə onlar belə deyək ki, çox çətin döyüş əməliyyatları keçirdilər. Və orada da biz çoxlu şəhidlər verdik. Şəhid olmaq çox, belə deyək ki, kim deyərsə arzu, belə elə, çox çətin işdir. Ata, ana, uşaqdan ayrılmaq, bu çox çətindir. Buna dözmək isə Allah özü bilir kimə qismət edir. Mən bir şəhid atası kimi səxavətsə ona görə minnətdaram ki, sən Bakıda yaşasın da bizim hər bir tədbirlərimizdə siz gəlib burada iştirak ediyorsunuz. Biz buradan bura gəldik. Sən isə yoldaşı ilə Bakıdan hər bir tədbirdə gəl, iştirak elə, buradan get. Ona görə sən tək yox. Bir neçə şəhid atası var. Namazdır, faiqdir, səxavətdir, İmran'dı. İmran. məhbubdur. Bax bu adamlar iki qat həm maddi, həm mənəvi, nə rahatçılıq. Ona görə də sizin bizim üstümüzdə haqqınız daha çox. Merdan Bilirsiniz, mən bir şey deyim də, bu igidlər bilirdilər ki, müharibədə ölüm var. Lakin onlar torpaq təəssübü, vicdanı, namusu öz canlarından üstüz bildilər və ona görə də bu uğurda öz canlarını qurban verdilər. Və ona görə də hər bir Azərbaycanda yaşayan vətəndaş şəhidlərə şəxsi minnətdarlıq olmalıdır. Çünki hamının üzərində onların haqqı var. Allah şəhidlərə rəhmət eləsin. Amin. Allah balamıza rəhmət eləsin. Teşekkür ederim. Söz Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı Talih müəllim buyursun. Hər birinizi salamlayıram. Nizami rayon icra başçısı Coşqun Cəbrayılovun adından hər tədbir iştirakçılarını, əziz şəhid əllərimizi hər birinizi salamlayıram. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Bugün mövluduna yığışdırılmış şəhidimiz Elvinin dəyişməyən mövluduna yığışdırılmış. Elvinimizin ruhu şad olsun. Mən inanıram ki, bugünkü gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki hər bir şəhid özünü düşünmədən bu vətəni, bu bayrağı düşünüb, o yolda canını fəda veribsə, bugün də o birliyimiz, bərabərliyimiz və uca bayrağımızın yüksəklikdə dalğalanmasını gördükcə onların ruhu şaddır. Bundan sonra isə bizim bir vətəndaş olaraq elədiyimiz şəhid ölülərimizin yanında olmaq, o birliyimizi, bərabərliyimizi qorumaq, Cənab Ali Başkomandanın rəhbərliyi altında bir olmaq ki, o şəhidlərimizin ruhları şad olsun. Ruhun şad olsun. Şəhidin. Teşekkür ederim. Allah razı olsun. Sağ olun. Nizami Rayon Yeni Azərbaycan Partiyasının sədr müavini Rəşadət müəllim buyursun. Təşəkkür edirəm Ağsaqqal. Dəyərli şəhid ailələri, hörmətli tədbir iştirakçıları, əziz şəhidimizin anası Bahar ana, Səxavət müəllim, hər birinizə öz dərin hörmət və ehtiramımı çatdırıram. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovun salamlarını çatdırıram. Həqiqətən də biz hər dəfə Şamaxıya gələndə artıq 6 il keçməsinə baxmayaraq Şamaxıda olan bu şəhid ailələrinin birliyi düşünürəm ki, hər bir Azərbaycan xalqı üçün bir nümunədir. Sizlərin bu cür bir-birinizin yanında olmağı, arxa dayaq olmağı, sizlərin bir-birinin çətin günlərində, yaxşı günlərində yanlarında olmağı düşünürəm ki, hər bir bölgə üçün bir nümunə ola bilər. Və Abbasov Elvin də bizim qəhrəman şəhidlərimizdəndir. Onun qəhrəmanlığı, mərdliyi, şücaəti sayəsində bugün Azərbaycan xalqının nümayəndələri olaraq bizlər alnı açıq, başı dik, uzaq gəzə bilirik. Və sözsüz ki, onların mərdliyi, şücaəti bundan sonra da gələcək nəsillər üçün bir örnək olacaqdır. İstər məktəblərdə, istər küçələrdə, istər müxtəlif tədbirlərdə daim şəhidlərimizin adı xatırlanacaq, daim onlar dərin hörmət və ehtiramla
yad ediləcəkdir. Və mən burada Bahar anaya, Səxavət müəllimə də təşəkkür edirəm ki, Elvin kimi bir övlad böyütmüsünüz. Və sözsüz ki, Elvin kimi bir övlad sayəsində bugün ərazi bütövlüyümüz bərpa olunub, üç rəngli bayrağımız ən uca zirvələrdə dalğalanır və buna görə sözsüz ki, biz sizlərə nə qədər lazım olsa o qədər də minnətdarıq. Və biləsiniz ki, Nizami rayonunda da Abbasovlar ailəsinin böyük hörməti və nüfuzu var. İstər Nizami rayon icra hakimiyyəti tərəfindən, istər Yeni Azərbaycan Partiyası tərəfindən də daim onlara diqqət və qayğı göstərilir. Və düşünürəm ki, onlar da şəhidimizin adını öz adlarına layiq şəkildə uca tutmağı bacarırlar, yaxşıca təmsil edirlər. Bir daha hər birinizə mən təşəkkür edirəm. Allahdan şəhidimizə rəhmət arzulayıram, ruhu şad olsun. Çox sağ olun. Buyur. Mən hər birinizi salamlayıram. Bugün mən bir Şamaxılı kimi, bir vətəndaş kimi bu Şamaxıya bütün şəhidlərin dəfnində hər birində iştirak eləmişəm və diqqət yetirmişəm sonraki mərhələlərdə şəhid valideynlərinin burada çıxışını, xəstəxanaya gələndə çıxışı, başqa məclislərdə, görüşlərdə onların çıxışını görürəm. Onlar çox yetişmiş, dəyərli şəxsiyyətlərdir. Məhz belə valideynlərdən belə övlad əmələ gələr. Mən hər birinizə baş sağlığı verirəm. Bu şəhidlərimiz övlad etkisi böyük şeydir. Bunu nə qədər təsəlli versək də onu əvəz eləmək olmaz. Allah hamımızın canını sağ eləsin, dözümlü olasınız. Şəhidlərimizin də şəhidliyi qəbul olunsun. Baxıram, Elvin balamız iyunun 17-sində anadan olub. Bugün bizim peşə bayramımızdır. İndi mən düzün deyim ki, bizim Fariz balamız var, şəhid. Onu ziyarətə gəlmişdim. Gördüm burada söz gəldim bura. Çox yaxşı da gəlmişəm mən bura. Hərəmiz öz qulluq sahəmizdə, insanlığımız sayəsində şəhidlərə borcumuz var. Mən keçən dəfə demişim, şəhid olunca sizin övladlarınız olub. Şəhid olandan sonra hər birimizin evladıdır. Vicdanı olan şəxs, onları hər biri öz övladı kimi qəbul edir. Onların acısını, sevincini bölüşdürür. Bu qədər demək istəyirəm. Çox sağ olun. Hörmətli İslam doktor, sən bu xalqın bu elin oğlusan. Burada hamısı sizindir. Şimdi ona göre gelmişsiniz, sonra buna gelmişsiniz. Yok, siz bütün burada olursunuz. Bütün bu şehitlerin yanındasınız. Şehitlerin ailesinin, anasının, bacısının, atasının, anasının yanındasınız. Buna ben inanırım. Teşekkür ederim. Çok sağ olun. Ağızda da bir dənə icazə verin, bu söz deyin. Buyurun. Bu şəhid ailələrdir, bunlar biraz bunların heç nəyə ehtiyacı yoxdur. Az yüngül diqqətə ehtiyacları var bunların. Mən neçə dəfə şahidi olmuşam, bir də bir problem yaşanmışdı. Bir xahiş elədim. Yadınızda da bir xahişlə Şamaxılı yolu biz. O problemin kökündən həll edirlər. Bunlarda birliyə, yoldaşlar kimsə dedi, bunlarda böyük bir belə qurum kimi yaranır bu şəhidlər. Çox bir-birini tutmaq, bir-birinin xeyrində, Allah gözünün şərrində iştirak edir. Allah qismət etsin, var belə şey. Allah var eləsin. Təşəkkür edirəm. Çox sağ olun. Söz Aqil müəllimə verirəm, buyursun. Mərasim iştirakçıları, əziz və dəyərli şəhid ailələri, mən də hər birinizi Şamaxı rayon icra hakimiyyətinin başçısı, hörmətli Tahir müəllim adamlar, rayon icra hakimiyyətinin kollektivasından salamlayıram. Bugün 44 günlük vətən müharibəsi, qəhrəmancasına şəhid olmuş oğullardan biri Elvin qardaşımızın anım günüdür. Mən Elvin qardaşın timsalında cəm şəhidlərimizə uzaqlardan rəhmət diləyirəm, onların ailə üzvlərinə, yaxınlarına səbir dözüm. Bugün bütün şəhidlərimizin əziz ruhları şad olsun. Çünki uğrunda qan tökdülər, can verdilər, həmin o vətən torpağı işğaldan azad olmalı və ərazində, həmin o vətən torpağında üçrəyli bayrağımız qaldırılmalıdır. Azərbaycan xalqı, Azərbaycan milləti qəbul olaraq yaşamağa başlayır. Himnimizdə də deyilir, hüququndan keçən əskər hərə bir qəhrəman olur. Şəhidlərimiz öz yaşamaq hüquqlarından keçərək Azərbaycanın bir qəhrəmanlıq sahnesində, qəhrəmanlıq tariximizdə. Mən bir daha Elvin qardaşım timsalında cəm şəhidlərimizi uzaqlarına rəhmət diləyirəm, ailə üzvlərinə səbir diləyirəm. Çox sağ olun. Mən ən çox bu 6-7 ildə həmişə qaçdığım bir şey olub. Bu şəhid balalarımızın ən çox istədiyim
Sinif rəhbəri olub, bir də onun komandiri olub. Komandirin də mənlə döşmə-döşlüyü. Buyursun. Bütün şəhidlərimizə rəhmət eləsin. Şamaxı rayonunun 3 şəhidi vardı bizim briqadada. Biri bizdən aşağıda Ceyhundur. Azay Vasifdir. Ən sonuncu şəhid olan da Abbasov Elvin. Amma bu sözü həmişə demişəm deyirəm. Elvin bizim bölüyün gülən üzüydü. Mən həmişə Baharandan söyləyirəm. Elvinin gedişi demək olar ki, bölükdə bütün təbəssümü, deyir-günü, hər şey özünə apardı. Həm döyüşdən çıxırdı, yaralanan olurdu, ağır yaralanan. Elvin elə bir sözlə işlədirdi ki, İnan Allah mənə dedi ki, komanda bu həkim apar, da bu məni gülməkdən öldürəcək, mən güllədən ölməyəcəm. Bizim bölükdə də 3 həkim olub, Hüseynli İbrahim, Fəbdullazadə Mehdi və Abbas Beyli. Yəni 3 həkimin üçü də şəhid oldu. Bunu göstərir ki, heç bir həkim arkada deyildi. Sağ əlində silahı, sol əlində çantası. Həkimlərimiz belə yan-yana olmuşdur. Allah bütün şəhidlərimizin məkanı. Təşəkkür edirəm. Çox sağ olun. Şarihan kənd icra nümayəndəsinin sədri hörmətli Alsın müəllim buradadır. Buyurun. Çox sağ olun. Mən də bu günləri öz adıma bütün şəhid ailələrini salamlayıram. Allah ziyarətinizi qəbul etsin. Elvin qardaşımızın timsalı bütün şəhidlərimizə Allah rəhmət etsin. Bu gün Elvin qardaşımızın səndəki mövlud üçün mübarək olsun. Şəhidlər haqqında çox danışmaq olar. Həm şəhidlər haqqında danışmaq həm çətindir, həm də qürurludur. Çünki şəhidlər bizim an yerimizdir, fəxrimizdir. Allah şəhidlərimizin hamısı rəhmət etsin, valideynlərə səbir dilirəm. Allah qalan övladlarımıza can sağlığı versin. Allah su var eləsin. Həmişə biz də baxa bizə fəxr eləsin. Bizim də belə şəhid valideynlərimiz var. Allah hamımıza can sağlığı versin. Allah rəhmət etsin. Çox sağ olun. Təşəkkür edirəm. Bugün Asim müəllimin də ad günüdür. Mən də ona ad günü Elə təbrik qaçdı. Yaxşıdır. Çox sağ olun. Hamımız qoşuluq sənin təbriklə. Natiq müəllim şəhid atası gələndə sən gördün. Biraz gec gəldin. Çox sağ olun, şəkkə söz verdiyinizə görə. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Səxavət qardaş, Bahar bacı. Allah Elvin balamızın mövludun, dəyişməyən mövludun mübarək olsun. Allah yerin cənnət eləsin, məqamın uca eləsin. Onun timsalında cəmi şəhidlərimizin hamısının yeri cənnət, məqamları uca olsun. Doktor vurğuladı bayaqları, dedi ki, birlik, bərabərlik. Bu qardaşlar da hamısı dövlətimizin zəfər yaşadıblar, zəfər yolçularıdırlar. Birliyimiz bax, bugünkü günümüz üçün özləri fəda ediblər bu vətənin bütövlüyü uğrunda, zəfər yolunda. Ona görə də Allah dövlətimizi, millətimizi qorusun, ordumuzu güclü, qüdrətli, basılmaz, ayıq-sayıq eləsin. Allah hamımızdan razı olsun ki, bu günlərə bir yerdik. Allah hamımızın səbrin versin, cəm şəhidlərin məqamı uca olsun. Sağ olun. Təşəkkür edirəm. Şəhid anası, başda xanım. Buradasan. Hörmətli tədbir iştirakçıları, hörmətli axındımız, axsaqqalımız, icra nümayəndəmiz, hər birinizi salamlayıram, gözəl şəhid ataları, anaları, hər biriniz toyda, bayramda görüşək. Allah bütün şəhidlərin yerini cənnət eləsin. Elvin balam, cənnətdəki dəyişməyən mövludun mübarək olsun bala. Allah Allah səbir versin. Allah ordumuzu qorusun. Allah millətimizi qorusun. Bugün Şamaxıda da 2 dənə şəhidimiz var. Onların da peşə bayramıdır. Parizlə İrzanın. Onların da cənnətdəki bayramları mübarək olsun. Bugünkü gün dünən bir şəhid anamızı torpağa qoymuşuq. İlahə bacım Zirədəndir. Həmişə məkanı cənnət olsun. Xədicə bacımın da, onun da yerləri cənnət olsun. Bunlar bizim əziz qonaqlarımız idi. Allah köməyiniz olsun, var olasınız, sağ olun. Təşəkkür edirəm. Nəcimə xanım, şəhid anası. Allah şəhidlərimizin məqamınca yerincə eləsin. Böyükdən eski eləsin. Təşəkkür edirəm. Allah ordumuzu qorusun. Şəhid ailələrinə səbir versin. Təşəkkür edirəm. Şəhid atası. Dəyərli qiyamət iştirakçıları, dəyərli şəhid validləri, şəhid analarım,
şəhid ataları. Allah cəmi şəhidlərimizə rəhmət eyləsin, məkanları cənnət, məqamları uca olsun inşallah. Bugün qəhrəman şəhidlərimizdən Eldin balamızın işığına yürüşmüşük. Allah onu cənnətdəki dəyişməyən mövludun mübarək eləsin. Allah məkanın cənnət, məqamını uca eləsin. Səfa və sədət, baharda Allah sizlərə ömür versin, səbir versin. Allah qalan balalarınızı salamat eləsin, xeyrin görəsiniz inşallah. Allah ordumuzu qorusun. Xidmətdə olan əsgərlərimizi, zabitlərimizi qorusun. Amin. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. İsrail bayrağımız daima ucalarda qalsın inşallah. Çok sağ olun, teşekkür ederim. Şehit kardeşi İlham. Buyur. Çok sağ olasın. Bugün Elvin balamızın ad günden olsun. Allah Elvin balamıza rahmet eylesin. Mekamı uca olsun. Valideynlerine Allah'tan sabır diliyoruz. Allah rahmet eylesin. Allah cem şehitlerimize rahmet eylesin. Çok sağ olun. Vahid Müəllim buradaydın, hara gittin? Söz Vahid Müəllimin. Buyur. Çok sağ olun. Ben de hepinizi salamlayıram. Aleyküm. Sağlık Allah. Bahar Hanım'a. Onların imsalında bütün şehit ailelerine. Salamlayıram. Allah cem şehitlerimize rahmet eylesin. Həqiqətən bunlar bizə elə bir zəfər, elə bir günü yaşadılar ki, zəfər daim tarixlərdə yazılacaq və nəsillərimiz, yetişən nəsillərimiz onların qəhrəmanlığı haqqında, onların şücaəti və bizə əmanət qoyulduğu torpaqlar yanında şərəflə, fərəhlə danışacaqlar. Elvin qardaşımızla döyüşə göz qatmadan gitti və torpağa o qədər bağlı, o qədər sevgisi oldu ki, hətta valideynlərinə belə bildirmədi. Səfərbərlik şöbəsində valideynlərinə bildirdi ki, mən artıq cəbhəyə yola düşürəm, döyüş bölgəsinə gedirəm, torpaqlarımızı azad eləmək məqamı çatıb. Torpaqlarımızı azad etmək vaxtı məqamı çatır və o silaha sarılıb torpaqlarımızın azadlığı uğrunda canını fəda etdi. Allah Elvin balamızın timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Yeganə şəhidlərimizdəndir ki, o döyüşə də gülər üzlə getdi və döyüşdən öncə də öz video görüntülərində təqdim elədi ki, orada döyüşən oğullar heç də bizdən əski oğullar deyil. Biz də gedib onlara qoşulub torpaqlarımızı azad eləməliyik. Belə qəhrəmanlar bizim daim qəlbimizdə yaşamalıdır. Onların adını həmişə uca tutmalıyıq. Allah onun mövcudunu mübarək eləsin. Teşekkür ederim. Ben hürmetine Atıl Müəllim yok idi burada. Sıram doktor buradaydı. Ben onları qeyd elədim. Elə oldu ki, Atıl Müəllim başlamaqla bütün heyət buradadır. Elə Şamaxı rayon xəstəxanasının direktoru hürmetine Atıl Müəllim, buyurun. Çox sağ olasın. Allah rəhmət eləsin. Şəhidlər hər birimiz hansı necə olmağından sonra bizim hər birimizin mütləq şəkildə daim adlarını uca tutacağımız bir mövqedir və bugün vətən varsa, bu torpaq varsa, bu torpağı üzərində biz yaşayırıqsa, sizlərə ana borcluyuq. Hər biriniz qarşısında baş əyirik. Sizin kimi analar, burada bütün şəhid analarımız olmalı, sizin timsalınız. O övladların yetişdirib bu vətənə, vətəndaşlığı, bu vətənin torpağının dəyərini anlatmaq, özü bu yolda canlı belə, canlıdan şey nesinə yoxdur. Əgər bir insan ki, bir canlı gözlə torpaq üçün göz önünə belə qalırsa, demək ki, onun yetişdiyi mənəvi dəyərlər zəngindir. Mövludun mübarək və düşünürəm ki, bizim borcumuzdur ki, mütləq şəkildə burada o xiyabanda hər bir şəhidimizin, hər bir şəhid ailəsinə diqqəti, Vətənin Cənab Prezidentin də birbaşa hər zaman diqqətində olan şəhid ailələri və həssas qruplar, amma bizlərin də bir cəmiyyət, bir vətən oğlu kimi hər bir vəzifəni adı qoyaq kənara borcumuzdur və tibb sahəsində də bizim hər zaman bütün Şamaxı cəmaatının, başda sizlər olmaqla
her zaman qulluğundur. Böyüklərimiz, mən deyirəm, Allah heç bir məkanı, iş yerini, evi, torpağı böyüksüz eləməsin, axsaqqalsız eləməsin. Bir də onların dəyərli həssas ailələrimizi Allah hər birimizi qorusun. Yəni, bugün natiq doktor yox, natiq olaraq borcumdur bir mənalı şəkildə burada olmaq. Mən indi iş və yaxud digər səbəblərdən bəzi günlərdə olur ki, hamımız ola bilmirik, amma sizlərin qarşısında, hər birinizin qarşısında bütün kollektiv adına bir daha qulluğunuzda durmaq, əllərimizdən ötürük ki, belə bir oğullar böyütmüsünüz. Teşekkür ederim. Allah var desin. Hürmetli Natık Bey, siz hem Natık doktor, sen de Natıksın. Hürmetli Vüsal doktor, buyurun. Bugün biz bu torpağın üstüne quzurla ayaq basırıqsa, bu bizim şəhidlərimizin sayəsindədir. Buna görə birinci növbədə şəhidlərimizin ruhu qarşısında baş əyiləm. Onları böyüyüb başa çatdıran anaların əlindən öpürəm. Allah onlara can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün bu şəhidlər ancaq bugün yadda, belə deyək də, yadımızda deyil. Bütün il boyu, illər boyu, əsrlər boyu bu şəhidlər bizim yadımızda olmalıdır və yadımızda olacaq. Çünki biz dediyim kimi, bizim bugünkü gün əsas qürur mənbəyimiz bu şəhidlərdir, şəhid analarıdır. Şəhid qardaşımızın mövludu mübarək. Allah qalanlarına can sağlığı versin. Bütün qazilərimizə can sağlığı versin. Bir daha şəhid analarının əlindən ötürəm. Teşekkür ederim. Sağ olun. İslam doktoru öz nöbəsində deyib sözüm. Çok sağ olsun. Xan Məhəmməd, şəhid atası. Yaxınlaş. Xeyli var görüşmüş. Çox sağ ol, Arzum məndəyim. Bugün Elvin balamızın timsalında Allah cəm şəhidlərini qoymuş adələsin. Atalara, analara, boğuza səbir dinləyirəm. Allah məkanı cənnət eləsin falan. Amin. Elvin balamız haqqında çox söz danışır. Bu şəhidlər ümumi şəhidlər haqqında çox söz danışır. Hər biri qəhrəman. Qəhrəman atalardır, qəhrəman analardır. Çox sağ olun. Teşekkür ederim. Şəhid atası İmran. Buyur qardaş. Salamlayıram. Bütün bu ziyarətə gələn insanlara, şəhid sevərlərə öz təşəkkürümü bildirirəm mən də. Səxavət qardaşım adına, bacım adına. Allah bu gözəl evladımızı, gözəl qəhrəman şəhidimizin məkanı cənnət nurşad eləsin. Nə deyək, bəli, həqiqətən də valideyn üçün evlad nəzərində danışmaq çox çətindir. Bizi bir dənə ruhlandıran, qürurlandıran balalarımız vətən yolunda canı qurban verirlər. Yəni baş ucalıq yolunda, namus yolunda, qeyrət yolunda. Allah heç bir atananın evladla sınağa çəkməsin. Və bizim bu şəhid tədbirlərinin həmişə o qədər nurlu, o qədər vətənpərvər oldular ki, bunların hər bir tədbirində yadda qalan bir tarix hadisələr olur. Necə ki, bugün Elvin balamızın gözəl şəhadət günündə bizim tibb işçilərimizin gözəl günləridir. Mən burada tibb işlərində gördüm, bütün şəhid sevərləri gördüm. Yəni ki, müharibə devrində bizim tibb işçilərinin, bizim o yaralı qazilərimizə, veteranlarımıza böyük dəstək olun, onların yaşamağı üçün. Mən də bir şəhid atası olaraq bütün burada iştirak edən hər birinə öz minnətdarlığımı bildirirəm. Və bugün tibb işçiləri günü münasibətilə bütün səyyahlarla təbrik edirəm. İslam doktor, siz bir kocaman işçi kimi, bir şamaxlımız kimi fərq eləmir. Siz bizimlə qürurlanan kimi, bax biz şamaxlılarda fərqi yoxdur, bütün Azərbaycanda. Yəni sizi burada gördüyümüzə görə, siz həmişə bizlər üçün hər biriniz fərq eləmir. O qayğı göstərizə görə hər birinizə təşəkkür edirik. Siz bizimlə qürurlanan kimi, biz də sizlərlə qürurlanırıq. Allah elimizin, obamızın qeyrətli olanları, namuslu xanımları, əsl ailə sahibi olanları var eləsin. Allah o bədbinləri ıslah eləsin, ağıl versin. Bu şəhidə dəyər vermək bu qəlbən gəlməlidir. Kimisə ehtiyac yoxdur ki, süni gəlsin, ona ehtiyac yoxdur. Nə onu Allah bağışlamır, nə şəhid bağışlamır, nə şəhidin valideyni bağışlamır. Allah bütün şəhid sevərlərdən razı olsun. Allah sizlərin dönənlərdən bir rəhmət eləsin. Burada şəhid qardaşları var. Allah onların da canını sağ eləsin. Allah veteranlarımıza, qazilərimizə can sağlığı versin. Ağsaqqal, Hacı Lələ, hər biriniz. Teşekkür ederim. Sağ olun. Səxavət qardaş. Sağ ol qardaş. Balığın cənnətdən mübarək olsun. Öpürəm şəhidlərimin yatdığı torpağa. Onlara canım qurban olsun. Bahar bacı, qarşınıza baş əyləsin. Bütün şəhidlərin qarşısına baş əyləsin.
Allah qəbul etsin. Teşekkür ederim. Hürmetli cemaat, aziz konaklar, hürmetli şehit atalar, şehit anaları. Baş edirəm tələsməyək, onu da tələsmirik. Rəna xanım buyur, həmişə bizimlə olursun. Salamlayıram. Başda şəhid ailələr olmanın tədbirçiləri. Şəhidimizə Allah'tan rəhmət edirəm. Dəyişməyən adını mübarək olsun. Allah bütün şəhid ailələrinə səbir versin. Bizim borcumuzdur həmişə şəhid ailələrin yanında olmaq. Nə qədər canımızda can var, nə qədər başarılı. Yeri cənnət olsun şəhidimizə. Allah bu torpaq uğrunda canına fəda edən bütün şəhidlərin qarşısında baş əyir, ruhları şadlığı, ailələrine səbir versin. Teşekkür ederim. Şehit atası, buyur. Varsın. Elgin kardeşimizin başının üstünde bakanda 1992 ildə biz nə qədər şəhidlər gördük. Ancaq torpaqlarımız da şəhid oldu. Həmin 93-cü ildə doğulan uşaqlar 2020-ci ildə təsdiq elədilər ki, həmin bu gənclər onların qanını yerdə qoymayacaq. Yəni onlar doğrudan da qanı yerdə qoymadılar. Öz şəhidlikləri ilə onlar qazilər, yaralılarımız oldu, şəhidlərimiz oldu. Onlar Azərbaycan tarixinə doğrudan da bir tarix yazdılar, imza attılar ki, biz nə qədər torpaqlarımızı itirmişik. 1812-ci ildən bəri biz hər vaxt Azərbaycan torpaqlarını parçalanır. Çünki böyük qüvvələr hər vaxtı bu şərq-qərb yolu, cənub-şimal yolun üstündə Azərbaycan torpağının mövqeyini əllərindən almaq istəyirlər. Ona görə də bizə parçalanma gedir. Ancaq 1920-ci ildə bizim ordumuz, başkomanda bu gənclərin sayəsində torpaqlarımız azad oldu. Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə, yaralılarımıza Allah rəhmət eləsin. Çok sağ ol. Tevfik, şehit atası, namaz hazırlaş. Buyur, eleç mesela. Allah'ımızdan razı olsun ki bu sahabe kardeşimi her bir keşf olmuşsunuz. Allah Elvin balamıza mevlüdü mübarek eylesin. Amin. Cami şehitlerin yeri cennet mevlüdü olsun. Kardeş Allah sabrıcı versin. Çok sağ ol, teşekkür ederim. Namaz, şehit atası. Sahabe kardeş, bahar var. Allah sabrınızı versin. Mekanı cennet olsun. Cennet olsun cami şehitlerine. Teşekkür ederim. Zakir, şehit atası. Allah şehidimizin ruhunu şad etsin. Valideynlerine sabır. Teşekkür ederim. Şehit atası. Merdan. Buyur. Çok sağ olun. Bizim yüreğimizden kesen sözleri, şehitlerden, Konaklar. onarlar, Dediler. güzel sözler dediler. Biz de ben de öz borcumu, sahabetle bahar bahçesi. Allah'tan sabır dilerim. Allah bir kahraman bizim mekanımızı anlatamaz. Allah cami şehitlerimizin herkese öz teşekkür ederim. Teşekkür ederim. Gültekin Batı. Buyur, hemşe danışırsan. Hörmətli tədbir iştirakçıları, bugünkü gündə Elvin balamızın dəyişilməyən mövlud günüdür. Allah atasına, anasına səbir versin. Cəm şəhid balalarımızın ruhu şad olsun. Bir şəhid anası olaraq heç vaxt şəhidlərimiz unudulmasın. Allah hamımızdan razı olsun. Biz hər gün xəstələn, söydə, ağrı, soğuqda Allah bizə elə bil bu balalarımızın tədbirində güc, qüvvət verir ki, balalarımızın tədbirinə gələndə Allah bizi ayaq üstə saxlayır. Ona görə də hamımızdan bir şəhid anası olaraq heç vaxt şəhidləri unutmayın. Hamımızdan xahiş edir. Heç vaxt bu balalar unutulmasın. Çünki bunlar canın fəda verir. Ki, belə insanlar yaşasınlar.
balalar, analar, atalar, bacılar rahat yaşaması için canlarını feda veriblər. Mən də sizdən bir şəhid anası olaraq xahiş edirəm ki, biz olmayanda da heç kim bu şəhidləri unutmasın. Çox sağ olun, Allah razı olsun. Təşəkkür edirəm. Çox sağ olun. Doluğun düzgün halal çıxışın düzgün. Sahabat kardeş, Allah her birini sabır gözünü versin. Şəhidlik qürurdur, fəxrdir, şərəfdir, amma eyni zamanda acıda ilgili Allah bu acını, bu itkini daşımaq üçün sizlərə güc qüvvət versin. Aramızda xoşal olsun, məkan cənnətli olsun. Mən eyni zamanda fürsətdən istifadə edib onda dediyiniz içərisində olaraq mən anlamaq istəyirdim. Bakıda görən bu qədər kimlər ki mənim yanımda oldu, yəni kədərlidir. Hər şeyin qarşısında başlayın, hər şeyin minnətlərini bildirirəm. Allah bir də balanızı, ruhunu şifad eləsin. Allah sizlərdən ömür versin, yaşarın. Təşəkkür edirəm. Çox sağ olun. Hörmətli cəmaət. Çox gözəl tədbiriniz keçdi. Həmişə gözəl keçir Allah'a şükür. Çünki o bunların duasındandır. O bunların ruhundandır. O bunların fərasətindən, bunların bərəkətindəndir. Bunların bərəkətinə qiymət vermək lazımdır. Bunların bərəkətinə halallıq vermək lazımdır. İndi biz nə üçün bunlara halallıq verək? Bunlar özləri öz halallığını alıblar. Amma biz öz növbəmizdə bunların ardınca gedən insanları. Allah Teala bunların atasının, anasının, qalan valideynlərinin, qalan bağlarının xeyir görsünlər. Ya Rabbim bərəsə Allah. Bu günləri biz tədbirdəyik. Elvin balamızı ad günündəyik. Bu ad günü elə belə ad günü deyil. Bu ad günü elə belə ki, Azərbaycan ölkəsinin tən yaşının ad günüdür. Ona görə də sizin hər birinizə təşəkkür edirəm. Vallahi elə adamlar gəldi bura ki, çünki bunların duası göydədir. Bunların duası Allah Taala'nın yanındadır. Ecağını kəsmə adamlar, qonaqlar gəldi burada. Çıxışlarını eləyib və sözlərini deyirlər. Bundan gözəl nə olacaq? Dünəndən bu hərəkət var. Dünəndən Bakı məktəbi, Şamaxı məktəbləri, Qəsəbə məktəbləri, Çarhan məktəbləri, hamısı bunların Elvingilin evlərində olublar. Və onun üçün ayrılan, təşkil olunan aslan bulaqda olublar. Hörmətli cəmaət, hər birinə təşəkkür edirəm. Allah Teala bütün Azərbaycan xalqını xoşbəxt eləsin. Allah Teala Şamaxı cəmaatını xoşbəxt eləsin. Hər biriniz Allah Teala xoşbəxt eləsin. Qonaqlarım, valideynlər, şəhid ataları, şəhid anaları, Allah sizi xoşbəxt eləsin. Allah Teala sizi qalan bağlarınızdan üzü açıq alnı gülər görəsiz. Ya Rabbim ya Resulallah, bundan xoşbəxtlik nə ola bilər? Bundan gözəl dua nə ola bilər sizin için? Allah Teala birliyi xatirinə bu bağlarımızın duası hürmətinə ölkəmizdən əmrəmanlıq eləsin. Allah Teala Azərbaycan xalqı xoşbəxt eləsin. Allah Teala Şamaxı cəmaatını xoşbəxt eləsin. Hörmətli cəmaat, bir xahişim var sizdən, ağsaqqallı xahişdir. Buradan çıxan kimi hamınız Şamaxı, Adana'da olan, VIP Şamaxı restoranına, Şirvan Şamaxı restoranı, çox sağ olsun, mərhəmət kömək etmənə. Şirvan Şamaxı restoranına mən də gedirəm. Bir nəfər kimi orduyum inşallah. Hər birinizə təşəkkür edirəm. Sağ olun. Gəlin görüşərək. Ver bunu. Allahümme salli Elhamdülillah Rabbil alemin. Ehtira sıratı müslümin. Gayril mağdub aleyhim ve